Arı südü insan orqanizmasında olan bütün orqanlara çox müsbət təsir eləyir. Hemoqlobin yaradır, immunitet yaradır. Çünki ən çox amin turşuları arı südünün tərkibindədir. Təxminən 22-23 amin turşusu var arı südünün tərkibində. Hətta Yapon alimlərinə görə genetik deformasiyanı aradan qaldırır. Qan xərçənginin müalicəsində geniş istifadə olunur. Beyni qidalandırır, hormonal balansı yaradır. Qaraciyərin və şəkərin müalicəsində və cinsi zəifliyin müalicəsində geniş istifadə olunur. Daha sonra vərəmum haqqında danışmaq istəyirəm. Vərəmum ən güclü antiseptikdir. Vərəmum bütün bakteriyaları öldürür, bütün mikrobları öldürür, inkişafda olan xərçəng hüceyrələrini öldürür. Buna baxmayaraq insan orqanizmasında yalnız zərərli bakteriyaları, zərərli mikrobları öldürür. Apteklərdə satılan antibiotiklərdən 6 dəfə, 5 dəfə, 6 dəfə daha güclü təsirə malikdir və heç bir yan təsiri yoxdur. Yayılmayan, metastaz verməyən bütün xərçəngləri, bütün xərçəng xəstələrini vərəmum vasitəsilə sağaltmaq mümkündür. Tibb elmində bilinən ən güclü yara sağaldıcı vasitədir. Həmçinin soyuq dəyməni bədəndən çıxardan ən güclü vasitədir. Kakao yağı ilə vərəmumun qarışımını hazırladıqda bağırsaq çatlarını da sağaldır, prostatın müalicəsində də əvəzsiz vasitədir. Tərkibində ən çox antikanserogen maddələr olan məhz vərəmumdur. Xərçəng hüceyrələrinin inkişafını ləngidir, əksər hallarda isə tamamilə öldürür vərəmum. Əlavə olaraq ağciyərin müalicəsində, bronxların müalicəsində qrip əleyhinə ən güclü vasitədir. Çiçək tozu və güləm haqqında məlumat vermək istəyirəm. Deməli, çiçək tozu və güləm arının ayağında çiçəklərin erkəkciklərindən yığıb gətirdiyi tozlardır. Tərkibi mikro-makro elementlərlə zəngindir. Təkcə güləmin tərkibində 21 insan orqanizması tərəfindən mənimsənilə bilən 21 amin turşusu vardır. Çiçək tozun suya qatıb, ilıq suya qatıb içdikdə mədədəki qızğırtını, köpü aradan qaldırır. Həmçinin digər arıçılıq məhsulları kimi immunitet yaradır. Çiçək tozu həmçinin artroid və oynaq əzələ ağrılarında da tərkibindəki maddələrin zənginliyinə görə çox faydalıdır. Bildiyiniz kimi insan orqanizmasında hemoqlobin, yəni dəmir qanın tərkibində nə qədər çox olur olsun, yeni qan yaranmır. Əgər mis normada olmasa, misi normaya salan yeganə vasitə çiçək tozudur. Apiterapiya məhsullarının içərisində bəlkə də ən az tanınanı mum güvəsi cövhəridir. Bildiyiniz kimi bütün virus və bakteriyaların muma bənzər müdafiə qatı vardır. Yalnız canlıların içərisində yalnız mum güvəsidir ki, mumu mədəsində serozin adlı maddə olduğu üçün mumu həzm edə bilir. İlk dəfə 1889-cu ildə Metchnikov tərəfindən kəşf olunub və insanlara təqdim olunub. Ağızdan gələn pis qoxunu götürür, eyni zamanda immunitet yaradır, həzm prosesini yaxşılaşdırır. Eyni zamanda qanda dəmirin qədərini artırır və qəbzliyin də müalicəsində istifadə olunur. Qanda dəmir yaradan vasitələrdən biri də həmçinin mum güvəsi, eyni zamanda yuxusuzluqda da istifadə olunur. Apiterapiyada dərin yuxu gətirir, qəbzlikdə də istifadə olunur. Apiterapiya ilə məşğul olan dünya alimlərinin gəldiyi qənaətdir bu. Bilinən 300-dən çox xəstəliyin müalicəsində və normallaşmasında mum güvəsi cövhərinin müstəsna rolu vardır. Daha sonra homogenat haqqında məlumat vermək istəyirəm. Bildiyiniz kimi homogenat erkək arının süfrələrindən yığılır. Bu həlməşik erkək arı süfrələrinin həlməşiyi daha doğrusu ən çox vitamin qrupları ilə zəngin olan arıçılıq məhsuludur. Qadın xəstəliklərinin müalicəsində geniş istifadə olunur. Follikulların vaxtında yetişməsinə səbəb olan ən güclü vasitədir. Həmçinin qadınlarda xüsusi günlərin ağrısız keçməsinə səbəb olur. Bir çox alimlər klimaksın geri qaytarılmasını da təmin etdiyini deyirlər. Homogenat həm xərçəngin müalicəsində geniş istifadə olunur, həm də bildiyiniz kimi kişilərdə kişilik problemlərinin, yəni cinsi zəifliyin aradan qaldırılmasında geniş istifadə olunur və çox müsbət nəticələri də vardır. Qısırlaşdırılmış erkək siçanlarda bir müddət qəbul etdikdən sonra hiss oluna biləcək qədər erkəklik fəaliyyətinin artımı müşahidə olunub. Kişilərdə nəsil artırma problemləri üçün homogenat çox xüsusi yer tutur onun müalicəsində. Həm də tərkibi antikanserogen maddələrlə olduqca zəngindir. Əlavə olaraq Padmor adlı bir dərman var, hansı ki arının ölüsündən hazırlanır. Bir çox bildiyiniz kimi zob xəstəliyinin bir çox növləri var. Onların ən kəskin, ən daha ağır formalarını Padmorla
müalicə etmək mümkündür. Arının ölüsündən hazırlanır. Arının içərisində olan həmin o zəhərlər maye halında suya qarışdıqdan sonra həmin dərmanın tərkibi zənginləşir. Buna görə zobun da müalicəsində, immunitetin də yüksək tutulmasında geniş istifadə olunur Padmor adlı dərman. Ümumiyyətlə arıçılıq məhsulları haqqında nə qədər çox danışsaq azdır. Çünki faydaları həddindən artıq çoxdur və onu da xüsusi qeyd edeyim ki, biz həkim deyilik, biz müalicə yaza bilmərik. Bizim buna ixtiyarımız yoxdur. Biz arıçıyıq və arıçı olaraq arıçılıq məhsulları ilə insanları tanış edə bilərik, faydalar haqqında məlumat verə bilərik ki, bu təbiətdə Allahın bəxş etdiyi əvəzsiz nemətlərdən faydalansınlar. Özümüz də istifadə edirik.